Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli davada efirdə güneş olur gəl səhərim. Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli davada efirdə güneş olur gəl səhərim. Yeniden hoş gördük değerli dostlar. Azərbaycan Radyosu'nun efirində Gəl Səhərin verilişinin artıq ikinci saatındayıq və qeyd edeyim ki, yeni qoşulan dinləyicilər ola bilər. Xatırladım, siz deməli həm radio vasitəsilə, həm də YouTube vasitəsilə bizi dinləyib izləyə bilərsiniz. YouTube platformasında daxil olursunuz, Azərbaycan Radyosu Plus səhifəsini tapırsınız və artıq abunə olduqdan sonra istəsəz hər səhər bizi həm də izləyə bilərsiniz. Bu arada qeyd edeyim, YouTube üzərindən rejissorumuz Fərid Məmmədovdur, Qızqayıt Cəmalıvadır digər rejissorumuzdur və studiyada Sədaqət Rafqızıdır. Bilə-bilə mən düşdüm dilə mən, həsrətimə qurdum tələmən. Gülə-gülə mən sənin ilə mən, gedəcəyəm son mənzilə mən. Bilə-bilə mən düşdüm dilə mən, həsrətimə qurdum tələmən. Gülə-gülə mən sənin ilə mən, gedəcəyəm son mənzilə mən. Gedəcəyəm son mənzilə mən. Keçməyibdir ömrüm hədər, çox-çox olubdu sevgilər. Sevgim bu dünyaya dəyər. Keçib gedib məndən kədər, bil kimsəni sənin qədər sevməmişəm belə mən. Sevməmişəm belə mən. Əcəb yaraşırıq bir-birimizə, hamı heyran olub cüt izimizə. Əcəb yaraşırıq bir-birimizə, hamı heyran olub cüt izimizə. Gəl sadiq qalaq sevgimizə, daha bundan sonra nə gərək bizə. Gəl sadiq qalaq sevgimizə, daha bundan sonra nə gərək bizə. Bundan sonra nə gərək bizə.
değilsin. 105 FM'de Və dostlar, sabah Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Ümumiyyətlə, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit proqramı, yəni UNEP ilə tərəfdaşlıq çərçivəsində keçirir bu görüşü və 5 iyun tarixində 2026-cı ildə Bakıda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Tədbir təbiətdən ilham alaraq iqlim naminə, gələcəyimiz naminə mövzusu altında keçiriləcək və ümumiyyətlə bu ev sahibliyi haqqında, bu gün haqqında danışacaq indi bizim müsahibimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Səyyarə Məmmədova. Ümumdünya Ətraf Mühit Gününün əsas məqsədi ətraf mühitin qorunması ilə bağlı qlobal məlumatlığı artırmaq və insanları ekoloji fəaliyyətə təşviq etməkdir. Bu gün dünyanın müxtəlif ölkələrində hökumətləri, beynəlxalq təşkilatları, özəl sektoru, vətəndaşları ortaq məqsəd ətrafında birləşdirir. Tarixinə nəzər salsaq, 1972-ci ildə BMT-nin qərarı əsasına təsis edilib və həmin tarixdən etibarən 5 iyun BMT-nin Ətraf Mühit Təşkilatı UNEP tərəfindən qeyd olunur. Məlumat üçün bildirək ki, tədbir hər il müxtəlif devizlər altında təşkil olunur və ev sahibi olaraq bir ölkə seçilir. Ötən il Koreya Respublikası tərəfindən keçirilən tədbir zamanı isə estafeti ölkəmiz almışdı və ev sahibliyi bu il Azərbaycandadır. Əsas mövzu iqlim dəyişmələri olaraq müəyyən edilmiş prioritet istiqamətlər kimi biomüxtəlifliyin qorunması, Xəzər dənizinin səviyyəsinin enməsi, bərpa olunan enerji və metan emissiyalarının azaldılması məsələləri seçilmişdi. Ümumdünya Ətraf Mühit Günü bu il 5 iyun tarixində Heydər Əliyev mərkəzində dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, özəl sektorun, könüllülərin, ali təhsil və elmi dairələrin, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunacaqdır. Həmçinin qeyd edək ki, gün ərzində mərkəzin qarşısında da açıq hava formatında ekoloji festival olacaq ki, burada vətəndaşları aktiv iştiraka dəvət edirik. Keçirilən tədbirlər Ümumdünya Ətraf Mühit Gününün rəsmi platformasında yerləşdirilərək beynəlxalq auditoriyaya təqdim edilir. Ruhunuzu okşayan ses dalgaları. Azerbaycan Radyosu 105 FM'de. 105 FM'de. Gel 105 FM'de. Gel seherim.
Gəl səhərim davam edir. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Ulduz 1544-ə zəng et. Pulunu sadəcə yığmaq yox, hər gün artdığını da görmək istəyirsənsə, Bir Bank yığım hesabı tam sənlikdir. Bir Bank yığım hesabında pulunun artması üçün ay sonunu gözləmirsən. Cəmi 24 saat kifayətdir. Çünki hesablanan faiz hər gün balansına əlavə olunur. Üstəlik pula ehtiyacın olsa və pulunu çıxarsan, qazandığın faizlər də özünə qalır. Bir Bank yığım hesabı ilə gözləmədən qazan. Bir Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəh nişanıdır. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Ay saçı vurma, uzaqda durma. Gəl ay sevgilim, boynunu vurma. Ay saçı vurma, uzaqda durma. Gəl ay sevgilim, boynunu vurma. Dağda duman, yeri var, yeri var. Qaşda kaman, yeri var, yeri var. Dağda duman, yeri var, yeri var. Qaşda kaman, yeri var, yeri var. Yarın məndən inciyib, küsüb danışmayır. Uman yeri var, yarın məndən inciyib, dinib danışmayır. Uman yeri var, uman yeri var. Uman yeri var. Dinib danışmayır. Uman yeri var, yarın məndən inciyib, dinib danışmayır. Uman yeri var. Gül yazımsan, hoş avazımsan, şirin nəğməli, telli sazımsan. Gül yazımsan, hoş avazımsan, şirin nəğməli, telli sazımsan. Gəl ay gülüm, barışaq, barışaq, deyək gülək, danışaq, danışaq. Gəl ay gülüm, barışaq, barışaq, deyək gülək, danışaq, danışaq. Bizə küsmək yaraşmır, gəl ay sevgilim, dur gəl barışaq. Bizə bu küsmək yaraşmır, gəl ay sevgilim, dur gəl barışaq. Gəl, gəl barışaq, dur gəl barışaq. Gəl ay sevgilim, tez gəl barışaq. Bizə bu küsmək yaraşmır, gəl ay sevgilim, dur gəl barışaq. Bizə bu küsmək yaraşmır, gəl ay sevgilim, dur gəl barışaq. Bizə bu küsmək yaraşmır, gəl ay sevgilim, dur gəl barışaq. Davam edək, təhsil xəbərlərini deyim sizə. Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq. Bu barədə məlumat var və belə ki, deməli növbəti tədris ilindən başlayaraq tibbdə rəqəmsal texnologiyalar və süni intellekt mövzusunda kursların təşkili nəzərdə tutulur. Bunu Səhiyyə naziri Teymur Musayev bildirib, məlumat verib və il boyu davam edəcək kurslar tibb ixtisas daşıyıcılarını əhatə edəcək. Rəqəmsal savadlılıq və müasir texnologiyalara uyğunlaşma tibb təhsilinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir və Prezident İlham Əliyevin də göstərişi ilə aidiyyatı sahədə kadr hazırlığı daim diqqət mərkəzindədir və rəqəmsal transformasiya təkcə səhiyyənin modernləşdirilməsinə deyil, həm də milli təhlükəsizliyə və cəmiyyətin dayanıqlığına töhfə verir deyə məlumatda bildirilir.
Bundan əlavə Elm və Təhsil Nazirliyi ilə Microsoft arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. Birgə fəaliyyət universitetlərin müəllim, tələbə və inzibati heyətinin müasir rəqəmsal alətlərə çıxış imkanlarının genişləndirilməsinə, tədris və idarəetmə prosesində rəqəmsal həllərin tətbiqinə xidmət edir. Nazirlikdən məlumat verilib və mərkəzləşdirilmiş yanaşma çərçivəsində ümumilikdə 20 ali təhsil müəssisəsinin lisensiyalı Microsoft alətləri ilə təmin olunması nəzərdə tutulur. Microsoft platformasında təqdim olunan süni intellekt əsaslı həllər, xüsusilə Copilot aləti müəllimlərə dərs planlarının hazırlanmasıdır, tədris materiallarının yaradılması, qiymətləndirmə və digər akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır. Azərbaycan Radiosu 105 FM. Sənə bir nəğmə qoşdum mən adı da la la fa. Hələ səbr et, təkrar dinlə sözlərin bir məna var sonda. Yenə eyni təkdən hayıq gör yağış altında. İkimizdən başqa kimsə qalmamış bir çətrin altında. Eşq olub bitmişdi vaxt, ötüb keçmişdi səndən, məndən. Səni yandıra yandıra dinlədin mahnı, artıqdır sözdən bir dinlə. Ay qəzəblənmişdi gün, səni silmişdi göydən, yerdən. Məni ağladı ağladı, sevgimi öldürdün, çox şey öyrəndim səndən. Geçtir daha sevmək hiç an əslində, əslində. Geçtir daha sevmək bir də öyrən, nədir bax gör vicdan dərsində, əslində. Olacaq sənə qəlbimin ayrıca alqışı. Geçtir daha sevmək hiç an əslində, əslində. Geçtir daha sevmək bir də öyrən, nədir bax gör vicdan dərsində, əslində. Olacaq sənə qəlbimin ayrıca alqışı, ayrıca. Eşq olub bitmişdi vaxt, ötüb keçmişdi səndən, məndən. Səni yandıra yandıra dinlədin mahnı,
Əziz dinləyicilərimiz, mən istəyirəm təqvim rubrikasına keçid alım. Susuzluq faciəsindən danışacağam sizə. Susuzluq faciəsi 4 iyun, yəni bugün 2021-ci il tarixində Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında baş verən mina partlayışıdır və partlayış nəticəsində Azərbaycan televiziyasının operatoru Sırac Abuşov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon icra hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdu. Əlavə olaraq 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Bu, 2-ci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal kimi qeydə alınıb. İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bildirib, Qarabağda bastırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdi. Həmçinin Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların 2-ci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbiçiləri tərəfindən bastırıldığını da irəli sürmüşdü. Ermənistan buna cavab verməmişdi. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən UNESCO, Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmişdilər və zərər çəkənlərə də öz baş sağlıqlarını diləmişdilər. Və əziz dinləyicilərimiz, mən indi elə Azərbaycan televiziyasının operatoru şəhid Sırac Abuşovdan danışmaq istəyirəm sizə. O özü də əslən Qubadlı rayonunun Dondarlı kəndindəndir və Sırac 1-ci Qarabağ müharibəsi zamanı da ailəsi ilə birlikdə evlərinə didərgin düşmüşdü. Sumqayıt şəhərində yaşamağa başlamışdı. Ölümü isə bayaqda az əvvəl vurğuladım. Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid oldu və 5 iyunda Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edildi. Sərhədsiz Reportyorlar Təşkilatı 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və əməkdaşımız Sırac Abuşovun da adını salıb, Allahdan qəni-qəni rəhmət diləyirik hər ikisinə. Sən, həyatımın mənası sənsən. Sən, dağlarımın zirvəsi sənsən. Sən, ürəyimin nəğməsi sənsən. Ağrım, arzum, ümidum sənsən. Vətən səninlədir qəlbim. Sensiz şikəst quşa bənzərəm. Sensiz sevinç dolu gülmərəm. Sensiz xoşbəxt ola bilmərəm. Sınıq gülər, gülə dönərəm. Vətən sensiz olsa qəlbim. Vətəndir, mənə qanad verən vətəndir. Ömrümə rəng qatan vətən Azərbaycan. Vətəndir, mənim fəxrim, sevgim vətəndir. Xəyallarım, eşqim vətən Azərbaycan. Sən, uşaqlıq anılarım sənsən. Sən, bugünümün sabahı sənsən. Sən, ürəyimin nəğməsi sənsən. Ağrım, arzum, ümidum sənsən. Vətən səninlədir qəlbim. Sensiz yaza bahar demərəm. Sensiz həyatımı sevmərəm. Sensiz xoşbəxt ola bilmərəm. Sınıq gülər, külə dönərəm. Vətən sensiz olsa qəlbim. Vətəndir, mənə qanad verən vətəndir. Ömrümə rəng qatan vətən Azərbaycan.
Davam edək. Dəyərli dostlar, xəbəriniz olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Zəngilan şəhərində növbəti əmək yarmarkası keçirilib. Bu barədə məlumat verilib və aktiv məşğulluq tədbirində nasos qurğularının maşinisti, təmizləyici qurğuların operatoru, dəmirçi, çilingər və digər peşə istiqamətləri üzrə vakansiyalar təqdim edilib. Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb və onu da vurğulayım ki, belə qeydiyyatlar, yəni mütəmadi olaraq davam etdirilir. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar. Bundan əlavə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sərnişin tələbatını təmin etmək məqsədi ilə 6 və 7 iyun tarixlərində Bakı, Ağstafa, Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Bu barədə Səhmdar Cəmiyyət məlumat verib. Vurğulanıb ki, sərnişinlər sözü gedən reyslərə biletləri 10% endirimlə dəmir yol kassalarından, eyni zamanda Azərbaycan Dəmir Yolları Səhmdar Cəmiyyətinin rəsmi saytından və yaxud da ADY Mobile tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı, Qazax, Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Yurdumun məlur səsi heyran edər hər kəsi. Qoy səninlə yayılsın səfərlərin müjdəsi. 105 FM dalğası. Dünya mediası nədən yazır? Bu barədə danışaq. ABŞ-də 80 min nəfərlik üzən şəhər salınır. Deməli, Amerika Birləşmiş Ştatlarında dəniz səyahətləri üçün nəzərdə tutulan və 80 min nəfərin yaşaya biləcəyi nəhəng üzən şəhərin inşası təklif edilib. Bu barədə New York Post nəşri yazır və bildirilir ki, Freedom Ship adlanacaq bu şəhər və bu layihə sadəcə ənənəvi kruiz layneri deyil, dəniz üzərində daimi hərəkətdə olacaq və tam hüquqlu bir şəhər konseptidir. Gəminin uzunluğu təxminən 1 mildir. Bu 1,6 kilometrdir və onun 2-3 il ərzində dünya ətrafında tam dövr edə biləcəyi güman edilir. Nəhəng gəminin insan tutumu bu cür planlaşdırılır. 50 min daimi sakin üçün yaşayış olacaq orada, 10 min turist axını nəzərdə tutulub, xüsusi məkanlardır və 20 min nəfərlik heyət. Layihənin təxmini büdcəsi 16,6 milyard dollar dəyərində qiymətləndirilir və qeyd olunur ki, hər şeyi bir araya gətirə biləcəyimizə, yəni ümid edirik, mütəxəssislər vurğulayıb və hazırda qarşımızda duran əsas məsələ maliyyələşmədir. Təbii ki, böyük belə layihələrin ərsəyə gəlməsində vacib nüans budur. Və indi keçid alacağıq digər bir ölkəyə. Söhbət Avropa ölkəsi Almaniyadan gedir. İlk robot taksilər işə salınacaq. Bu barədə də məlumat var. Belə ki, Münhen şəhərində sürücüsüz robotaksi xidməti istifadəyə verməyi planlaşdırırlar və Frankfurt Allgemein nəşri bu barədə yazır. Bildirilir ki, yeni xidmət məhz pilotsuz idarəetmə platformasını və süni intellektə əsaslanan texnologiyaları özündə birləşdirəcək. Şirkətin birgə bəyanatında xidmətin tam olaraq nə vaxt həyata keçiriləcəyi, nə vaxt istifadəyə veriləcəyi açıqlamır. Robotaksilərin artıq bu fəaliyyətdə başlamasının nəzərdə tutulduğu qətidir. Layihənin reallaşması üçün ilk növbədə Almaniyanın müvafiq tənzimləyici qurumlarından rəsmi icazənin alınması vacibdir. Biz ikimiz yenə qırğın qəlbli, ölməz biri sevgi üçün. Bunca cefa, bunca kederler, sevgili yar bizim için. Ayrı fesil, ayrı zaman, mende tufan, sende bahar. Her günümüz bir hatire, seni arar, beni arar. Gözlerde sensiz bir küçük, ne kaygıdan uzak. Yanar canım kalar sana, benden düşenin mahmur. Derya derya, boğulmuşum dünya dünya. Yorulmuşum ben sensizlikten, yok olmuşum. Derya derya, boğulmuşum dünya dünya. Yorulmuşum ben sensizlikten, yok olmuşum. Sevgi üçün çoxdur bu yük, sən mənə qal.
mahnılar sana məndən düşərin mahnılar. Derya derya boğulmuşam dünya dünya, yorulmuşam mən sensizlikdən, yox olmuşam. Derya derya boğulmuşam dünya dünya, yorulmuşam mən sensizlikdən, yox olmuşam. Derya derya boğulmuşam dünya dünya, yorulmuşam mən sensizlikdən, yox olmuşam. Derya derya boğulmuşam dünya dünya, yorulmuşam mən sensizlikdən, yox olmuşam. Yurdumun məğrur səsi heyran edər hər kəsi. Qoy sən dillər yayılsın zəfərlərin müjdəsi. 105 FM dalğası. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Kristaldan möhtəşəm təklif. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Sənin nəfəsindir məni yaşadan, mənə yazıbdır səni yaradan. Sən olmadan ruhum pərişan olur, həsrət çəkən gözlərim qəriban qalır. Sən gedincə tənhalıqda boğuluram. Yağış səssiz bir tək mən ağlayıram. Xoş gəldin gülüm dünyama, suyu qurumuş dəryama. Xoş gəldin gülüm, hər yarpağı sən qoxan çiçək bağıma. Güneş gibi doğ ışıklı sabahıma. Hoş geldin gülüm dünyama, suyu kurumuş deryama. Hoş geldin gülüm, her yarpağı sen kokan çiçek bağıma. Güneş gibi doğ ışıklı sabahıma.
çiçək bağıma güneş gibi doğ Işıklı sabahıma hoş geldin gülüm Dünyama suyu kurumuş deryama hoş geldin gülüm Her yarpağı sen bakan çiçək bağıma güneş gibi doğ Işıklı sabahıma hoş geldin gülüm Dünya çempionatında iştirak edəcək ən uca boy və ən bəstə boy oyunçular müəyyənləşib. FIFA-nın rəsmi saytı məlumat verib. Avstriya millisinin qapıçısı Florian Figele mundialın ən uca boy futbolçusu hesab olunur. Boyu 2 metr 5 santidir və golkiper həm də bu göstəricidə yeni rekord əldə edib. İndiyə qədərki rekord isə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən Niderlandlı qapıçı Andres Noppertə məxsus idi. Onun boyu 2 metr 3 santimetr idi. Və ən bəstə boy futbolçu isə Cesar Yanis'dir. Onun boyu 1 metr 60 santidir. Bilirsiniz ki, iyunun 11-də Amerika Birləşmiş Ştatları, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak edən ən yaşlı futbolçuların adları da açıqlanıb. Mübarizə aparacaq 48 komandada 40 yaşdan yuxarı bir neçə futbolçu meydana çıxacaq. Təbii ki, onların başında Portuqaliya yığmasının ulduzu Cristiano Ronaldo gəlir, amma mundialda ondan yaşlı oyunçu da var. Bu, Şotlandiya yığmasının qapıçısı Craig Gordon'da, o 43 yaşında meydana çıxacaq və dünya çempionatında 40 yaşından yuxarı meydana çıxacaq futbolçular digərləri kimlərdir? Artıq ikisinin adını dedim. Luka Modric də var, Xorvatiya 40 yaşında o deməli oyuna çıxacaq. Bir də Neuer'dir, onun da 40 yaşı var. Siyahıda Edin Dzeko da var, Bosniya-Hersegovina. Məhz 40 yaşındadır bu oyunçu. Baxdım. Bir də Guillermo var. Səhv etmirəmsə düz dedim. Onun da 40 yaşı var. Belədir dinləyicilərimiz, bilmirəm kim hansı ölkəyə belə deyim də azarkeşlik edir. Dünya çempionatının başlanmasına sayılı günlər qalır. Və dostlar, yavaş-yavaş yekunlaşdırırıq deyəsən. Çünki bizim verilişimizin də bitməsinə çox az vaxt qalıb. Özünüzə yaxşı baxın. Növbəti efir günündə yenidən görüşmək diləyi ilə sağollaşıram. Növbəti efir günü də elə yenidən sabah olacaq. Studiyada Sədaqət Rafızı, rejissorumuz Qızqayıt Camalova, YouTube rejissorumuz Fərid Məmmədov idi.